Ben bugün Macron'la arvadı arasında baş verenleri gördüm. Onun oradaki davranışları şəxsən mənim üzrə. Sən nətər kişisən? Sən arvad sağ şillatır orada. Durub hələ deyəsən ki, gəl əl-ələ tutaq gedək. O da sağ heç yaxın gəlmir. Arvad sağ niyə şillatmalıdır? Yəqin ondan qabaq nəysə eləmirsən ki, o da orada gözləməyib sağ şillatıb da. Ha? Özə fikir vermiş də hara gedir, hardan gəlir, orada ona bir şillatmalıdırlar. Hər çatan sağ belə yumruq vurub şillə qalmalı, sən elə durub ora-bura baxmalısan. Abacı, arvad səndən 15-20 yaşda böyük olsa, onun səni vurmağa ixtiyarı yoxdur. Belə pis çıxmasın, sən kişisən. Fikir vermişsiniz də, öncə də onu dəfələrlə şilləliyiblər. Düzdür, şilləni xoşlayır. Dəfələrlə də fikir vermişəm ki, belə vururlar, amma vecnə dördü. Elə bir sanki bunun o işdən xoşu gəlir. Bax, bacı, sən də durdun evdə bir də bir kişiyə bir şillatın. Sana deməz ki, mən niyə xalqın içində vursan? İraq bildirər də, düzdür mü? Yoxsa ki, bunu durub cəmaat içində vururlar. Elə gəl, mənəm, Fransa prezidentiyəm, Emmanuel Macronam. Deyək, yaxşı da Fransa prezidenti. Elə gəlirlər, şap, şup, cüp, özə bir çəkir düzən ver. Səni vuranlara bir səhv bax. Yoxsa ki, çatan saat olamaz deyir. Az mənə niyə vura bilər? Sən onu məhv eləyərəm. Deyək ki, arvaddan çəkinirsən də biraz kişiyə oxşuyur. Bir dəfə də sən vurdu, elə gərək çatan səni vura.